Deməli Hyundai Grandeur dizel 150 mindən çox sürülüb, korobka zavoddur. 3-dən 4-ə vurma var. İndi gəlin bunun səbəbi görün nədir. Sona qədər izləyin videonu. Deyirlər ha, korobkanın boltu boşalmağı mənə rast gəlməyib. Ola bilər təkdən bir halda sökürlər, onun üçün biz hər gün bu işi görürük, amma 4 dənə maşın sökürüksə o 4 dənədən biri 100% boltu boşalır. Bax filtr görsünüz nə gündədir. Qardaş 150 mindən bir bu boltlar sıxılmalıdır. Görsən? Konkret bax açılıb bolt. Maşında 3-dən 4-ə vurma var. Yenə deyirəm, yəni 1-dən 2-yə vurmadır. Digər skorslarda problem yaratmır. Amma bu bolt boşalanda 3-dən 4-ə vurma ilə başlayır. Və sonra isə bolt detalları qırandan sonra maşın konkret yəni düzgün işləmir. Skorslar dəyişmir, ilişir qalır. Görsən bax zavod germetikadır. Korobkanın içi də qaralmağa başlayıb. Qardaşım, motorun yağı necə ki vaxtında dəyişsən, korobkanın da yağı sökülməlidir bax. İdeal şəkildə germetikalarına kimi tərtəmiz təmizlənməlidir, içi yuyulmalıdır ki, içində köhnə yağ qalmasın. Kim istəyər ki, o qədər yağa pul verib, töksün korobkanın içində köhnə yağla qarışsın. Bax, bu cür sökülür, təmizlənir, boltlar çəki ilə sıxılır. Bir də bu bolt yəni ömürlük açılmır. Sadəcə zavod bolt təxmini 150 min kilometr ərəfələrində bolt boşalır. Həmən o bir dənə bolt ki var, o bolt boşalır. Onun üçün söküb, həmən boltu sıxmaq lazım. Bolt boşalmasa belə, filtr dəyişməlisən də 150 min kilometr az probek deyil. Sürülübsə filtrin içi artıq sıvanıb. Sıvanma da deyərsiniz ki, benzinlə işləmir, motor deyil. Hardan sıvanır? Qardaşım, yağın keyfiyyəti öləndən sonra friksiyonlar yeyinti verir və həmən o yeyintilər gedir yağ filtrinin içinə. Davleni zəifləyir, onda da başlayır başqa detallara ziyan vurmağa. Bunu dərk eləmək lazımdır. Bu korobkanın yağın bir də ömürlük deyil. Vaxtına dəyişmək lazım. Görürsünüz, bu orijinal filtr, orijinal yağlar, kimsə deyərsə, bu yağlar nə bilim, məsləhət deyil, nədirsə, yəni dəqiq maraqlanan Hyundai orijinal öz yağıdır.